Auzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz və dəyərli dostlar, Quran dərsi 1-ci dərs. Əziz dostlar, əgər tələb olunan qaydada bizim dərslərimizi izləsəz və yanınızda 2 dəftər olsa, yəni bir dəftər də ola bilər, dəftərin 1-ci hissəsinə dərs, məsələn 1-ci dərsi izləyəcəksiniz və yazacaqsınız. Və ikinci hissəsində ev tapşırıqları veriləcək və siz o ev tapşırıqlarını yazacaqsınız. Əgər gündəlik olaraq yarım saat vaxt ayırsanız və bizim dərslərimizi təklikdə, sakitçilikdə izləyib dəftərə köçürsəniz, biz sizə zəmanət veririk ki, siz Ramazan ayına qədər tam rahat və sərbəst şəkildə Quran oxuya biləcəksiniz. Əziz dostlar, Quran-ı Kərim ərəb dilində olduğuna görə biz ərəb dilinin hərf əlifbasını və onun oxunuşunun xüsusi qaydalarını və onun tələffüz qaydalarını öyrənməliyik və bundan sonra artıq biz Quranı rahat şəkildə oxuya bilərik. Bildiyiniz kimi ərəb dili də olduqca zəngin bir dildir və 28 hərfi var. Hərflər də 2 cür yazılır. Bir tam sərbəst şəkildə, bir də bitişik şəkildə. Biz hələ ki bitişik şəkillərlə işimiz yoxdur. İlk növbədə 28 hərfin tam yazılış, yəni sərbəst yazılış formasını öyrənəcəyik. Bunun üçün də bu günlük olaraq istəyirik 7 hərf öyrənək. O 7 hərfdə ibarətdir bunlardan. Birinci hərf əlif, sonra bə, sonra tə, sonra sə. Bu sə pəltək hissədir. Yəni bunu tələffüz edəndə dilin ucu az da dişlərdən çölə çıxır. Sə, yəni pəltək sə. Cim, c, im, hə, xa. Əlif, bə, tə, sə, cim, hə, xa. Gördüyünüz kimi əlifi çıxmaq şərti ilə demək olar ki, bu 6 hərf oxşardır. Bunların fərqləri sadəcə bunların nöqtələrindədir. Bədə bir dənə nöqtə altda, tədə 2 nöqtə üstdə, sədə 3 nöqtə üstdə. Cimdə 1 nöqtə qarnının içində, hedə nöqtə yoxdur, xa hərfində 1 nöqtə hərfin üstündə. Diqqət eləyin, əlif hərfi çox sadə, düz xətt. Bax, bu cür yazmaqla biz artıq əlif hərfi yazmış oluruq. İkinci hərf dedik ki, bə hərfidir. Bə hərfi də çox sadədir. Baxın, bu şəkildə biz gətiririk, altına da bir nöqtə qoymaqla artıq rahat şəkildə bə hərfi yazmış oluruq. İkinci hərf tə hərfidir ki, artıq biz bax, eyni qaydada yazıb üstünə 2 nöqtə qoymaqla tə hərfi yazmış oluruq. Üçüncü hərf sə hərfidir ki, pəltək sə. 3 nöqtə qoymaqla artıq biz sə hərfi yazmış oluruq. Sonradan cim hərfi yazmaq üçün, baxın dostlar, bu qaydada biz gətiririk, bax bu qaydada. Sonra bunu belə aşağı verib, qarına bir nöqtə qoyuruq, oldu cim hərfi. Sonradan bu hərf oldu hey hərfi, 2 nöqtəsizdir, nöqtəsi yoxdur. Və sonradan da bu hərf oldu ki, üstünə bir nöqtə qoymaqla oldu xa. Deməli, əziz dostlar, əlif, bə, altda 1 nöqtə, tə, üstdə 2 nöqtə, sə, nöqtə, üstündə 3 nöqtə. Cim, qarnında 1 nöqtə, h, nöqtəsiz, xa, üstündə 1 nöqtə. Baxın dostlar, dəftərin bu hissəsində yazılır. Ərəb dilində 28 hərf var. Ardıca da dəftərin bax bu hissəsində belə əlif, bə, tə, sə, cim, hə, xa, qarşılarında isə həmin hərflərin adlarını yazırıq. Və sonra ikinci hissədə dediyimiz kimi, bax bu şəkildə əlif, bax təmrin eləmək üçün yazırıq.
Bildiyiniz kimi ərəb dilində sağdan sola yazılır. Bu hissədə əlif yazırıq axıra qədər. Sonra bə, sonra tə, sə, cim, hə, xa. Bax, bu hərfləri özümüz üçün yazırıq, təmrin edirik ki, öyrənək, əzbərləyək. Daha sonra bu